Kür çayının sahilində yaranan mənzərə narahatlıq doğurub. Əraziyə atılan müxtəlif tullantılar sahilin zibilliyə çevrilməsinə səbəb olub. Sakinlər çayın və ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün tədbir görülməsini istəyirlər. Həmin görüntüləri təqdim edirik. Başa düşmürəm ki, insanlar zibilini içməli suyun qırağına niyə atır ki? Gələndə 2-3 dənə görmüşəm. Yaxınından keçirdim, bunu çəkmək istədim. Bunun üst hissəsində də var. Orada zibilxanadır, burada zibilxanadır. Öz elləri obalarıdır. Özləri özlərinə eləyir. Yuxarı hissəyə çıxdım ki, buranı göstərim sizə. Görün necə zibilliyiblər. Vay vay vay. Başqası eləməyib, kənd sakinləri eləyib. Hansı kənddir bura? Yuxarı Axtaçı kəndidir. Kür qırağı bir çox kənddə vəziyyət budur. Zibilliyirlər, bu formaya salırlar. Buna bir əncam tapın da, bir yol tapın, zibillərinizi oraya yığın. Belə olmaz axı, içməli sudur.